Əziz izləyicilərimiz, bugünkü videomda sizinlə birlikdə 3-cü BSG-miz olan 7-ci sinif Azərbaycan tarixi BSG 2-yə baxacağıq. Qeyd edim ki, demək olar ki, bu BSG-nin hamısını özüm hazırlamışam, sualların hamısı mənə aiddir. Və onu da qeyd edim ki, yorumlarda BSG-yə bir neçə vaxt qalmış, yaxud da bir neçə gün qalmış. Qeyd etməyin ki, dəqiq bu KSG olacaqmı, dəqiq bu KSG-dirmi? Yəni, mən tam dəqiq bilmirəm, Nazirliyin imtahanı olacaq bu səbəbdən. Amma belə özünüzü məşq eləmək üçün, yəni özünüzü yoxlamaq üçün bu BSG-ni işləyə bilərsiniz. Bir də vaxt itirmədən onu da deyim ki, bu BSG-dən sonra yorumlarda həmçinin yenidən bildirməyin ki, bu BSG deyildi, bu BSG dəqiq deyildi. Yəni ki, tam dəqiq dediyim kimi bilmirəm. Vaxt itirmədən gəlin başlayaq birinci sualımıza. Deyir ki, Monqolların Təbrizdən yalnız xəracla kifayətlənməsinin başlıca səbəbkar hakimi kimdir? Burada doğru cavabımız olacaq Şəmsəddin Tuğrayı, yəni D variantı. İkincisində Hülaki xan neçənci ildə Bağdatı tutdu? Burada doğru cavabımız olacaq D variantı 1258-ci il. Daha sonra, üçüncüdə Qazan xanın islahatlarına aiddir. Din, məhkəmə, cizyə, rabitə, məlcəhət. Biz burada götürəcəyik biri, ikini və 4-ü. Din, məhkəmə, rabitə, yəni 1, 2, 4 olacaq doğru cavabımız A variantı. Boşluğu tamamlayın. Deməli, islahatına görə qazı vəzifəsinə ədalətli din xadimləri təyin olunurdu. Deməli, hansı islahatımızdır? Məhkəmə islahatı, ticarət islahatı, rabitə islahatı, vergi islahatı. Burada doğru cavabımız olacaq məhkəmə islahatı, yəni D variantı. Daha sonra 5-cidə tarixdə Dərbəndilər sülaləsi kimi məşhurlaşdı. Seyid Əli və Xoca Cövhər, 1-ci İbrahim və varisləri Əmir Teymur və 1-ci İbrahim, Qazan xan və 1-ci İbrahim. Burada doğru cavabımız olacaq 1-ci İbrahim və varisləri. Keçək ikinci və son səhifəmizə. Monqol dövründə həsr olunmuş əsər olan Cəmi Ət-Təcarix hansı dövlət xadimi tərəfindən hazırlanıb? Burada doğru cavabımız olacaq deməli C variantı Fəzlullah Rəşidəddin. 7-cidə Venesiya ilə ittifaq bağladı. Hansı? Deməli, Padşah Həsən Padşah var, Sarı Xatun var, 2-ci Mehmet var, Qarayuluq Osman bəy var. Burada doğru cavabımız olacaq. Deməli, A variantı Həsən Padşah. Deməli, deyir ki, 14-cü əsrdə qüvvədə qalan və qanunnamə hazırlatdı. Həsən Paşa, Şeyx Cüneyd, Şeyx Səfiyyəddin, Murad. Burada doğru cavabımız olacaq 8-də A variantı, yəni Həsən Paşa. 9-cuda neçənci əsrdə körpülər, məscidlər, saraylar, karvansaralar tikilməyə başladı. Burada doğru cavabımız olacaq A variantı, 15-ci və 14-cü əsrlər. Daha sonra deməli Baharlı sülaləsinin nümayəndələrinin hakimiyyət illərini qeyd edin. Burada deməli verib Qara Yusif, İskəndər, Cahanşah, Həsənəli. Deməli bunu müəllimlər həmişə xüsusi soruşurlar bu dərs keçəndə. Burada da qeyd olunub. Deməli Qara Yusif qeyd olunub. O olacaq 1389-1420. İskəndərimiz olacaq. Deməli, İskəndər olacaq, deməli, 1420-1436. Cahanşah olacaq, 1436-1467. Həsənəli də olacaq, 1467-1468. Deməli, bugünkü videomuzun da sonuna gəldik. Qeyd edim ki, son olaraq WhatsApp qrupumuza qoşula bilərsiniz. Orada bir çox materiallar atılır. O qrupa qoşulmaq üçün ictimaidə postlardan linkə tıklayaraq baxa bilərsiniz. Daha sonra izləmə düyməsinə basmağı unutmayın. Beləliklə, bugünkü BSG-mizin sonuna gəldik. Kanala abunə olub videoları bəyənməyi, like atmağı unutmayın. Sağ olun.